Aparıcı Aytən Səfərova artıq çəkisi ilə bağlı səhhətində problemlər yaşadığını açıqlayıb. Doğru Xəbər maqazin axşamaza istinadən bildirir ki, aparıcı son günlər görünüşü ilə bağlı ünvanında yazılan mənfi şərhlərə münasibət açıqlayıb. Çox adam paylaşdığım videoda yazır ki, ay bu nə boydadır? Bəli, o boyda olmasam mən niyə arıqlamağa çalışım ki? İnsan çalışır həmişə qəşəng geyinsin, ört-bastır etsin, amma bu sağlamlığa toxunanda artıq sən anlayırsan. 100 metr gedən kimi təngi nəfəslik başlayır. Əvvəl 5 mərtəbəni qalxırdım. 4-cü mərtəbədə təngi nəfəs olurdum, amma indi buna bir mərtəbə qalxmaq da bəs edir. Ürəyimdə də bunu hiss edirəm. Ay effekt, gözəllik. Bax, Aytən Səfərova, bu budur. Ən yaxşısı sağlamlıqdır. Aparıcı Zaur Kamal isə dələduzluq cəhdi ilə bağlı izləyicilərinə müraciət edib. Aparıcı sosial şəbəkə hesabında paylaşım edərək naməlum şəxslərin oğlunun adından istifadə edib müğənnilərə zəng vuraraq pul istədiklərini bildirib. Zaur Kamal bununla bağlı artıq polisə müraciət etdiyini vurğulayıb. Diqqətinizə çatdırmaq istəyirəm ki, oğlumun adından istifadə edib müğənnilərə zəng vuraraq pul istəyirlər. Artıq polisə müraciət etmişəm. Qətiyyən inanmayın və diqqətli olun. Aparıcı paylaşımında həmin telefon nömrəsində yayımlayaraq izləyicilərini ehtiyatlı olmağa çağırıb.